Salam, axşamın xeyir olsun, hörmətli izləyicilər. Ceyranbatan Arazının 350 metr məsafəsində, yəni Araz marketin arxasında, 2 sotun içərisində bax bu ev satışa çıxarıldı. Çox gözəl, yararlı, yaraşıqlı evdir. Mütləq gəlin bu evə baxın. Şəbəkə pəncərələri, monoliti, betonu, kolonu hamısı qaydasındadır. 98 min manatadır. 3 otaqlı evdir, amma böyük kvadratlı evdir. Qiymətindən qəti narahat olmayın, ev sahibi özü endirim eləyəcək. Sonra nəyi demək istəyirəm? Həyəti kerma qranitdir. Kerma qranitin altında almaturlar toxunub, beton tökülüb, sonra üstündən kerma qranit vurulub. Bu kaletka qapısıdır, görürsünüz. Bu da jaliz qapısıdır. Məhəlləsi də geniş məhəllədir, hündür yerdir, su basan yerdir. Buraları onsuz da gələndə görəcəksiniz. Bunları mən boş-boş demək istəmirəm. Sonra hasarın qıraqlarına bax, görürsünüz belə əlavə abisovkadan belə şepka kimi vurublar. Sonra nəyə demək istəyirəm? Pəncərələri şəbəkə pəncərələrdir. Ara məsafəsi buradan biraz məsafəsi var. Burada da kombinin yeridir. Qaz xəttinə qədər çəkilib hazırdır. Ceyranbatan qəsəbəsinin Araz marketi var. Onun arxasındadır bu ev. Sonra indi padvalı var burada. Beton stəşq olunub. Ev sahibi özü orada xüsusi rəflər düzəldim. Sizə düzdür? Balon banki artıq əşyalar yığmaq üçün. İndi qaranlıqda tam görsənməyəcək. Gələndə inşallah onları canlı sizə göstərəcəm. Hələ məhəllənin böyüklüyünə bir dənə, baxın genişliyinə. Görürsünüz, məhəllə nə boyda genişdir. Sonra başqa nə qaldı? Pəncərələrin dedim şəbəkə pəncərədir. Buradan da yavaş-yavaş daxil oluruq evimizin içərisinə. Bax, koridordur, hamam, tualetdir, kerma qranitdir, istipoldur, qalan otaqlar radiatordur. Bax, belə xüsusi bir koridoru var, qəşəng belə güzgüsü var. Otaqların kulçə atırıldı, hətta yuxarıda bir dənə pensioner üçün yer ayrılıb. Qəşəng səliqəli evdir. Mütləq bu evə baxmaq lazımdır. Qiymətinə görə fikirləşirsə narahat olmayın. Gəlin ev yəsindən danışın, endirim eləyəcək. Bu biz zala görürük birbaşa. Bax, bura qonaq otağıdır. Görürsünüz, bax, qəşəng ramkalarla ayrılıb işıqları, sonra şəbəkə pəncərəsi, burada TV stentin yeridir. Görürsünüz, nə qəşəng səliqəli düzəldirlər. Radiatorların yerlərinə bir şey verib, burada bir hissəsidir, burada bir hissəsi. Yəni, burada 2 dənə belə radiator olacaq yuxarı. İnşallah bu evi gəlin, mütləq baxacaqsınız. Deməli, Ceyranbatan qəsəbəsi fərdi yaşayışdır. Torpağın çıxarışıdır, fərdi yaşayışdır. Yəni, siz bu evi alıb, kupça alıb, qeydiyyata düşə biləcəyiniz evdir. Davam edək. Qaz, su, işıq sayğacları var. Kanalizasiyası da birbaşa mərkəzi kanalizasiyaya qoşulub. Buradan da daxil oluruq mətbəxə. Bax, bu da mətbəxidir. Mebel arası keramikada vurulub, mebelin altında da vurulub. Bütün nöqtələr, rozetkalarına qədər, pulsatorlara qədər, aspiratorun yerinə qədər qoyulub. Kollektiv pəncərələrdir belə. Hamısı açılır belə öz həyətinə. Bax, buradan açıram ki, tam dəqiqliylə görəsiniz. Bax, görürsünüz necə açıldı pəncərə. Böyük pəncərədir, birbaşa öz həyətinə göstərən pəncərədir. Nəysə, bu mətbəxi idi. Mətbəxindən sonra yataq otaqlarına baxaq, görə yataq otaqları nə boydadır. Məsələn, bax, bu bir yataq otağıdır. Ay maşallah, böyüdür ya həqiqətən, bax. Bu bir yataq otağıdır. Burada kondisionerin şunurudur. Kondisionerin şunuruna qədər qoyulub. Burada da növbəti yataq otağıdır. Bütün pəncərələrində cifti var hamısı. Baxın, bu da növbəti yataq otağıdır. Bax belə. Burada da sanitar qovşağımız var. Sanitar qovşağında 2 dənə trap qoymuşsunuz da, duş kabini üçün. 2 dənə sanitar şey qoyublar, trap qoyublar, duş kabini üçün. Bax, görürsünüz. Bu da bunun sanitar qovşağıdır. Bir də izah edirəm, Ceyranbatan qəsəbəsində, Ceyranbatan Arazının arxasında 300-350 metr məsafəsində bu ev satışa çıxarıldı. 2 sotdadır. 3 otaqdır, amma kifayət qədər genişdir. Hətta mən də koridoruna dayanmışam, görürsünüz. İnşallah gələndə canlı baxarsınız. 98 mindən mütləq ev sahibi endirim edəcək. Qiymətinə görə narahat olmayın, mütləq gəlib bu evə baxın. Sağ olun.